2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyuldu. Qısa zaman ərzində görülən işlər nəticəsində isə dağıdılmış əraziyə yeni həyat verildi. Söhbət Ağdamın Sarıcalı kəndindən gedir. Kəndə növbəti köç bugün reallaşdırılıb. 425 ailə üçün planlaşdırılan kənddə bugün yola salınanlar da nəzərə alınarsa 184 ailə məskunlaşıb. Doğma yurdlarına qayıdanlarınsa hər birinin reallaşdıracağı fərqli arzuları var. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam edir. Bu dəfəki mərhələdə Ağdam rayon Sarıcalı kəndinə 35 ailə 158 nəfər köçür. Bugün keçmiş məcburi köçkünlərin toplandığı ərazidə böyük sevinç hökm sürdü. Artıq gecə saatlarından hazır olan sakinlər qürur hissi ilə bir-birini təbrik edərək yurdlarına qayıdışı qeyd edirdilər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlığını bildirir. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər. Ata ocaqlarına dönənlər arasında Əliyevlər ailəsi də var. Sarıcalı sakini Mətanət Əliyeva deyir ki, artıq onların da arzuları həqiqətə çevrilib. Böyük fərəh hissi ilə aid olduğu torpaqlara qayıdır. Daha bir diləyi isə nəvələrinin məhz Qarabağ Universitetində təhsil almasıdır. Orada Allah qismət eləsin, nəvələrimizin toyun görək, inşallah. Ən böyük arzum da odur ki, Qarabağ İnstitutuna girsinlər, yaxşı mütəxəssislər olsunlar vətənimiz üçün. Kitablarda falan oxuyurduq, görürdük, maraqlı gəlirdi, gedib görmək istəyirdik. Ki, ora belə olub, maraqlı gəlirdi bizə ki, necə yerdi, indi inşallah gedib görəcəyik. İndi Xocalıya baxanda necə çıxdıqlarını, indi bizim necə getdiyimizə baxanda biraz kədərlənirik, pis oluruq. Qayıdanlar arasında Sarıcalının yeni sakinləri də var. Keçmiş məcburi köçkünlər özləri ilə ev heyvanlarını da aparırlar. Əbülfəzin ən böyük arzusu göyərçinlərini Qarabağ səmasında uçurmaqdır. Burada saxlayırdım da quşlarımı da. Arzulayırdım ki, aparım Qarabağda özümlə aparım, orada saxlayayım quşlarımı, bala götürürüm, saxlayayım. Sırdım. Qəm-kədərlə, yəni məcburi köçmüşdük. İndi şükür Allah ki, hər şey qaydasında 32-dən sonra vətənə qayıdırıq. Yəni, sevincimin həddi yoxdur. Ağdamın Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bugünkü köç prosesi də daxil olmaqla ümumilikdə Sarıcalıya 184 ailə, yəni 767 sakin köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidmət vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır.